Zəbur. İkinci məzmur. Ne üçün millətlər belə vurnuxmaya düşür? Ümmətlər boş şeylər düşünür. Dünya şahları yığışır, hökümdarlar Rəbbə və onun məhz elədiyinə qarşı birləşir. Deyirlər, gəlin onların buxovlarını qoparaq, üstümüzdəki zəncirlərini ataq. Göylərin sakini gülür, Xudavənd onlara istehza eləyir. Sonra onlara hiddəti ilə xəbərdarlıq eləyəcək, qəzəbi ilə onları dəhşətə gətirəcək. O deyir, mən padşahımı müqəddəs dağım Siyonda əyləşdirmişəm. Rəbbin fərmanını elan eləyəcəyəm. Rəbb mənə dedi, sən mənim oğlumsan, mən bugün sənə ata oldum. Məndən istə, onda irs olaraq millətləri, mülk olaraq yer üzünün qutaracağına dək hər yeri sənə verərəm. Onları dəmir əsa ilə qıracaqsan, saxsı qab kimi çili-çili eləyəcəksən. İndi, ey şahlar, müdrik olun. Ey dünya hakimləri, ibrət alın. Rəbdən qorxub ona xidmət eləyin. Həm titriyin, həm sevinin. Oğlu öpün ki, qəzəblənməsin. Yoxsa tutduğunuz yolda məhv olarsınız. Çünki qəzəbi tezliklə alovlanar. Ona pənah gətirənlərin hamısı nə bəxtiyardır.